Şagirdlər, deməli, Gülnare Umudovanın dildən seçmə sınaqları var idi. O sınaqlardan bir neçə testi seçib izah eləyəcəm. Başlayaq, mən əsas isim bölməsi filan artikl, bunlar çox çeynənilmiş mövzulardır. Feildən o yana çalışacağım, tapım izah eləyim. 3-5 dənə test izah eləyəcəm hər günkü kimi. Baxırıq 7-ci suala, passive voice version istəyir. The students drew beautiful pictures. Baxın, the students var idi deyə buradan Y variantını çıxardıram. Çünki hər ikisində mübtəda eyni ola bilməz. Bunu demişdik. Birinci addımımız getdi. İkinci addımımız zamana baxırıq. Drew hansı zamandır? Keçmiş sadə zaman. Keçmiş sadə zaman yəlik passive voice was, were ilə düzəlir. Və ona görə are olanları atdım. Qaldı. A variantında ümumiyyətcə to be yoxdur. Ona görə A variantında atırıq. Qalır B variantı. Necə yoxlaya bilərəm? Mənim tamamlığım gəlir, olur mübtədam. Təyini ilə bərabər. Beautiful pictures və necə dedim ki, sadə zamanda, keçmiş sadə zamanda was-dan, were-dən istifadə edirik to be-nin. Və beautiful pictures cəm olduğuna görə was-dan yox, were-dən istifadə edirik. Beautiful pictures were drawn, drawn olur. Çünki onun participle to versiyasını istifadə edəcək. Were drawn və the students də agent, yəni işi görən olduğuna görə by ilə cümlənin sonuna keçir. Cavab olur B variantı. Sonra keçək baxaq, məsələn, birə baxırsınız. Sual cümləsidir. Choose the correct interrogative sentence. Düzgün sual cümləsini seçin. When did the performance begin? Burada səhv nədir? Did varsa feil başlanğıc formasına geri qayıdır. Olur begin. Begin başlamaqda da başlanğıc formasına geri qayıdır. Hər ikisi keçmiş zamanda ola bilməz. A-da səhv budur. B variantında when the performance began köməkçi feil yoxdur. Xüsusi sual cümlələrində sual sözdən sonra köməkçi gəlir, köməkçi feil gəlir və ondan sonra mübtəda gəlir, sonra da əsas feil gəlir. Burada əslində düzgün cavab B variantıdır. Yəni C variantıdır. B variantında köməkçi feilimiz yoxdur. When began the performance əsas feil heç vaxt cümlənin əvvəlinə keçə bilməz. Gərək inversiyadakı bu belə olmur. Nə də ki, şagirdlərə inversiya keçilmir. Gərək köməkçi feilimiz olaydı. When did-dəki haralara gedib çıxıb heç vaxt köməkçi feil əsas feilə yapışıq olmur. Arada mübtəda olur. Cavab oldu C variantı. Sonra 2-yə baxaq, elə bizdən düzgün cavab istəyir. Carol leave the party but her friend did. Batdan sonraki hissə təsdiqdir. Birinci bura fikir verin. Və did keçmiş sadə zamanda bir də ora fikir verin. Yəni bizim vergüldən sonraki hissəmiz bizə nə lazımdır onu dedi. Deməli, bizim birinci tərəfimiz inkar olmalıdır. But çünki ziddiyyət yaradır. Amma onun dostu nə isə etdi. Partini tərk etdi. Məsəl üçün. Deməli, had to, could, bunlar getdi. İnkarlara baxacağıq biz. Couldn't leave olsaydı, could modal feildir. Onda burada da could olardı. But her sizdə could olardı. Deməli, bu Y variantı da deyil. Didn't olduğuna görə B variantıdır. Didn't olduğuna görə burada da did veribdir. Cavab B variantı. Bir dənə də testə baxaq mı? Sonra dedim ki, bugün ancaq feildən sonraki hissələrə baxmaq istəyirəm. Passive voice-ə çevirək. She put some pieces of cake on the table. Deməli, she var. Getdi, yoxdur she ilə bağlı cümləmiz. Bizim tamamlığımız nədir? Feildən sonraki ismi birləşmə. Some pieces of cake. Gəlir olur cümləmizin mübtədası. Some pieces of cake. Və zamanımız nədir? She put. Put elə bir feildir ki, put, cut və s. Let. Bunlar indiki və keçmiş zamanda eynidirlər. Put qoymaq, put qoydu. Cut kəsmək, cut kəsdi. Və biz bunların hansı zamanda olduğunu hardan bilək? Əgər she varsa, indiki zamanda feilin sonunda s olaraq puts olardı. Demək ki, keçmiş zamandır. Keçmiş zaman olduğuna görə biz was, were-dən istifadə etməliyik. İndi hardan bilək was, were, of-dan əvvələ baxırıq. Pieces cəmdir deyə were olacaq. Some pieces of cake were, Y variantında da konkret to be yoxdur. Were
Been işlədə bilmərik. Been-i nə zaman işlədirdik? Have, has, had də bitmiş zamanlarda. Qaldı A variantı. Some pieces of cake were put on the table.